Sizi xoş gördük. Bilirsiniz, bəzən poçt qutusunu açırsınız və içində sadəcə qısa, üstü yazılmamış bir zərf görürsünüz. İçi dolu qovluqlar, uzun-uzadı hesabatlar və ya mürəkkəb qrafiklər falan yoxdur. Sadəcə kiçik bir kağız parçası. Bugünkü məlumat təhlilimizdə düz məhz belə bir vəziyyətlə qarşı-qarşıyayıq. Hə, yəni adətən biz kütləvi informasiya axınına belə deyək, detallarla dolu uzun məqalələrə öyrəşmişik. Amma bəzən ən kiçik cümlələr özündə ən böyük psixoloji və analitik yükü daşıyır. Elədir. Və bugünkü mənbəmiz doğrudan da qeyri-adi dərəcədə qısadır. O sadəcə bircə cümlədən ibarətdir. Mənbədə yazılıb ki, Müçtəba Xameneyinin ölümü təsdiqləndi. Başqa heç nə. Nə bir detal var, nə səbəb var, nə də ki, arxa fon. Tamamilə quru bir fakt. Yəni əlavə heç bir yönləndirici məlumat verilmir. Ay sağ ol. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Bu qısa cümlə mənə köhnə dövrlərdəki o təcili teleqramları xatırladır. Yaxud da gecə yarısı gələn o qəfil telefon zənglərini. Aha, dəstəyi qaldırırsınız, kimsə sizə quru bir fakt deyir və dərhal xətt kəsilir. Dəqiq. Bəs insan olaraq biz bu cür kontekstsiz, kəskin məlumatları necə qəbul edirik? Yəni, beynimiz bu qəfil vəziyyətlə necə başa çıxır? Burada maraqlı olan odur ki, beyin belə qəfil və detallardan uzaq məlumatı heç vaxt adi bir xəbər məqaləsi kimi emal etmir. Ortada bir ardıcıllıq, belə deyək, izahlı kontekst olmadığı üçün beynimizin o sakit, analitik düşünmə qabiliyyəti arxa plana keçir. Yəni, dərhal ilkin xəbərdarlıq mexanizmi işə düşür. Bəli, sürətli bir həyəcan təbiri çalınır. Lakin bizim bugünkü mövzumuzda sırf mətnin strukturu baxımından diqqət çəkən əsas məqam hadisənin özündən çox, məhz o təsdiqləndi sözünün seçimidir. Gizlənib. Əslində hə. Çünki analitik yanaşdıqda hər hansı bir böyük hadisənin rəsmən təsdiqlənməsi avtomatik olaraq bir şeyi göstərir. Ondan əvvəl günlərlə, bəlkə də həftələrlə davam edən çox böyük bir qeyri-müəyyənlik olub. Aydındır. Yəni, fərziyyələr, saysız-hesabsız şayələr dolaşıb. Düzdür. Bu tək bir söz cəmiyyətdəki o mürəkkəb xaosun xüsusi bir mərhələsini bitirir. Şübhələrə sadəcə son qoyulduğunu bildirir. Mənbə bizə hadisənin necə baş verdiyini demir təbii ki. Amma bir dəqiqə, mən burada tam razılaşa bilmirəm. Məsələnin əsl maraqlı tərəfi də budur bəlkə də. Bu cür kəskin və qısa məlumatlar əslində daha çox xaos yaratmırmı? Necə yəni? Hansı mənada xaos? Yəni, mətndə heç bir detal, yer və ya səbəb göstərilməyəndə, insanlar o qalan boşluqları birbaşa öz təxəyyülləri və qorxuları ilə doldurmağa başlamırlarmı? Mənə elə gəlir ki, bəzən informasiya bolluğu yaşadığımız bir dövrdə heç nə deməmək, hər şeyi izah etməkdən daha çox sual yaradır. Hə, bax bu çox yerində vurğulanmış məqamdır. Bu tamamilə mümkündür. Elə məhz buna görə də informasiyanın taktikasına baxmalıyıq. Niyə hansısa mənbə geniş bir açıqlama vermək əvəzinə yalnız bircə cümlə buraxmağı seçir? Bəli, məqsəd nədir burada? Əgər bunu daha geniş mənzərə ilə əlaqələndirsək, görərik ki, informasiyanın məhdudlaşdırılması özlüyündə bir idarə etmə mexanizmidir. Bu cür tək cümləlik xəbərlər oxucunu detallarda boğmur, birbaşa əsas məğzi çatdırır. Yəni, söhbət vaxt qazanmaqdan gedir əslində. Dəqiq elədir. Təsəvvür edin ki, çox mühüm, bəlkə də cəmiyyəti sarsıda biləcək bir xəbər var. Detalların bilərəkdən saxlanılması, hadisənin yarada biləcəyi kütləvi ilkin şoku və ya dərhal yaranacaq reaksiyaları idarə etmək üçündür. Qısa bir təsdiq mesajı verib cəmiyyətdəki ən böyük sualı aradan qaldırırlar. Bəli, reallığı lövbərləyirlər. Amma necə və niyə kimi böyük sualları açıq qoymaqla informasiyanı yayan tərəfə əsas hekayəni sakitcə qurmaq, rəsmi rəvayəti formalaşdırmaq üçün vaxt qazandırılır. Kütlənin fikri faktın özünə yönəlir və panikanın qabağı alınır. Buna bu cür yanaşanda ümumiyyətlə xəbərləri oxuma şəklimiz dəyişir. Sən demə, bizə təqdim edilən mətndəki sözlər qədər o mətndə bilərəkdən buraxılmayan boşluqlar da əsas hekayənin çox vacib bir parçasıdır. Tamamilə razıyam. Yaxşı, bütün bunlar nə deməkdir? Dinləyicilərimiz üçün bunu necə ümumiləşdirərik? Biz niyə bu tək cümləyə bu qədər vaxt ayırdıq? Çünki məlumatı qəbul etmə formamız ən az xəbərin özü qədər vacibdir. Bu vacib bir sual yaradır. Məlumatın hansı formada və nə zaman buraxılması cəmiyyətin onu necə həzm edəcəyini diktə edir. Çox doğru.
O məşhur təsdiq anına qədər ki, o boğucu səssizlik və məlumat vakumu əslində başlı başına çox güclü bir hekayə danışır. Və bugünkü təhlilimizi bitirərkən istəyirəm ki, siz məhz bu fikrin üzərində dayanasınız. Bir anlıq xəyal edin. Ciddi bir hadisənin gerçəkdən baş verdiyi o gizli anla, onun rəsmən təsdiqləndiyi an arasında qalan o gərgin, səssiz boşluqda əslində nələr yaşanır? O bəhs etdiyimiz qəfil gecə yarısı teleqramı yazılıb yollanılana qədər uzanan saatlar. Bəli. Və həmin qeyri-müəyyənlik zamanını kimlər necə idarə edir? Növbəti dəfə qarşınıza sadəcə təsdiqləndi yazılan bircə cümləlik xəbər çıxanda, oxuduğunuz sözlərdən daha çox ondan əvvəlki o həlledici və səssiz boşluq barədə düşünün. Bizimlə olduğunuz üçün təşəkkürlər.